Salam uşaqlar. Bugün biologiya 8-ci sinif yeni dərslik əsasında ikinci bölmə fotosintez deməli dərsinə baxacağıq. İlk olaraq burada belə bir təcrübə göstərilib bizə. Bitkini LED işığı altında böyüyə bilərmi sualı verilir. Bu suala cavabla maraqlanan alimlər müxtəlif rənglərdə işıq verən LED lampaların işığı altında kahı yetişdirməyə başlayıblar. Və bu bitkilərin yetişdirdikləri işığın rəngindən asılı olaraq müxtəlif kütləli olduqlarını müşahidə ediblər. Təbii ki, bu təcrübə bizə bunun səbəbi nə ola bilər dedikdə, bu təcrübə bizə onu göstərir ki, demək ki, fotosintez prosesi günün işığın e, müəyyən dalğa uzunluqlarında fotosintezin intensivliyi daha yüksək olur. Müəyyən dalğa uzunluqlarında, yəni işığın müəyyən rənglərində isə fotosintezin intensivliyi zəifləyir. Və canlı orqanizmlərin bilirik ki, yaşaması üçün, öz həyat proseslərini davam etdirməsi üçün ona mütləq enerji lazımdır. Və bu enerji də təbii ki, canlılara qida vasitəsilə əldə olunur və həmin o üzüm molekullarının parçalanması nəticəsində canlılar enerji əldə edirlər. Üzüm maddələri də təbii ki, yaradan avtotrof canlılardır. Biz bilirik ki, canlıları iki qrupa bölürük. Avtotrof və heterotrof canlılara. Avtotrof canlılar özləri üzüm maddələr hazırlayırlar. Heterotrof canlılar isə hazır üzüm maddələrdən qidalanırlar. Və avtotrof canlılar hansı ki günəş işığından istifadə edir. Biz bunlara fotoavtotrof canlılar deyirik. Adətən üzüm molekulları əgər mənşəyini biz izləsək ki, bu üzüm molekullar hardan gəlir? Təbii ki, məsələn, baxın burada üzüm maddənin molekulu deyək ki, yumurtanın tərkibində bilirik ki, üzüm maddə var. Bəs bu yaxşı üzüm maddə hardan gəlir? Təbii ki, yumurtanın tərkibində olan üzüm maddənin mənbəyi qarğıdalı bitkisindir, qidalanan toyuqdur. Demək ki, dolayı yolla yaşıl bitkilərdən üzüm maddənin əldə olunduğu məlum olur. Və yaşıl bitkilər avtotrof dedik ki, orqanizmlər olduğu üçün qidaları özləri hazırlayırlar. Və bu zaman onlar nə edirlər? Ətraf mühitdən sadə ionlar, birləşmələrdən lazım olan üzüm maddələri sintez edirlər. Yəni sadə maddələrdən mürəkkəb maddələr, üzüm birləşmələri əmələ gətirirlər. Və bu zaman nəticədə bu üzüm maddələrinin əmələ gəlməsi üçün təbii ki, enerjiyə tələbat var, bir də fermentlər olmalıdır. Təbii ki, fermentlər harda olacaq? Bitkinin tərkibində olacaq, bitkinin hüceyrələrində olacaq. Bəs yaxşı, enerjini hardan əldə etmək lazımdır? Bitkilər bu üzüm maddəni hazırlamaq üçün enerjini də günəş işığından alırlar və yaxud da ki, süni işıqlanma nəticəsində də enerjini əldə edib üzüm maddə hazırlaya bilirlər. Və bitkilər işıq enerjisini udaraq ondan istifadə edir və onların hüceyrələrində işıq enerjisinin deməli altında xloroplastların tərkibində yaşıl pigment, xlorofil sayəsində həmin o enerji udulur. Yəni xlorofil olmasa, təbii ki, bu günəş enerjisini udan bir pigment ola bilməz. Yəni xlorofil günəş enerjisini udur. Xlorofil günəşin işıq enerjisini udaraq onu kimyəvi enerjiyə çevirir. Deməli burada enerji çevrilməsi baş verdi. İşıq enerjisi kimyəvi enerjiyə çevrilir və kimyəvi reaksiyaların baş verməsinə imkan verir. Və bu kimyəvi enerji növbəti deməli canlılarda müxtəlif enerjilərə çevrilir. Məsələn, belə deyək ki, heyvan tutaq ki, bitki ilə qidalanıbdır. Bitkinin tərkibində olan kimyəvi enerji heyvanın bədəninə keçir və heyvanın özü hərəkət edir, mexaniki enerjiyə çevrilir, sinir impulslarının ötürülməsində iştirak edir. Bu enerji deməli elektrik enerjisinə çevrilir və digər. Demək, burada növbədə enerji çevrilmələri gedir. Amma ilk olaraq enerji hardan gəldi? Təbii ki, günəşdən gəldi. Xlorofil tərəfindən bax bu tutulan işıq enerjisi sayəsində karbon qazıdır, sudur istifadə edərək, deməli karbon qazından və sudan, karbon qazı təbii ki, bitkiyə hardan gələcək? Yarpaq vasitəsilə ağacıqlardan keçəcək karbon qazı, su isə bitkiyə köklər vasitəsilə ötürüləcək və gələcək yaşıl yarpaqlara, deməli yaşıl yarpaqlarda xlorofil olmalıdır. Yarpaqlarda və bura enerji, işıq enerjisi düşür və işıq enerjisinin hesabına bitki qlükoza, sadə karbohidrat və əlavə məhsul olan oksigen əmələ gətiriləcək. Və bu prosesə biz fotosintez deyəcəyik. Foto işıq, sintez birləşmə deməkdir. Və fotosintezin biz burada sadələşmiş kimyəvi təmliyini görürük. Təbii ki, fotosintez daha mürəkkəb bir prosesdir. O iki mərhələdən işıq və qaranlıq mərhələdən ibarətdir. Gələcəkdə bunlardan danışacağıq və bu zaman fotosintezin məhsulu kimi biz burada
burada qlukozanı göstərmiş oluruq. Və əslində bitkilər bütün üzvü birləşmələri həmin bax bu fotosintez nəticəsində əldə olunmuş qlukozadan əldə edilir. Yəni qlukoza növbədə digər üzvü birləşmələrə, kimya proseslər nəticəsində digər deməli üzvü birləşmələrə, amin turşularına, yağlara, zülallara və digər üzvü birləşmələrə çevrilmiş olur. Demək, əslində isə bitkilər bütün üzvü birləşmələrini fotosintez və digər kimyəvi proseslər vasitəsilə hazırlayırlar. Yəni yerdə qalan üzvü birləşmələr bu fotosintezin məhsulu sayəsində, qlukozanın sayəsində alınmış olur. Burada bizə belə bir təcrübə göstərilmişdir. Deyilir ki, 3 dənə qab götürülür və bu qabların hər birinə deməli xüsusi belə deyək ki, lobyalar yerləşdirilir və xüsusi mühitlərdə saxlanılır. Belə ki, butulkaların içərisinə deməli üst hissəsi bax göründüyü kimi kəsilir. Hava axının olması üçün dibinə daş çınqıl əlavə olunur, sonra torpaq əlavə olunur və yarıya qədər torpaqla doldurulur. Hər birinin ortasına bir dənə toxum əkilir. Məsələn, lobya toxumu əkirlər və bu 3 qabdan 2 qabı günəş işığının altında yerləşdirirlər. Günəş işığında yerləşdirilir. Birinə su və günəş işığı verirlər. Digərinə yalnız işıq verilir, su verilmir. Növbəti qab isə, üçüncü qab isə qaranlıqda saxlanılır və nəmli olur torpaq və ona deməli nəm olması üçün su verilir. Təbii ki, yəni günəş işığının altında olmur, sadəcə su verilir. Günəş işığı verilmir. Və nəticədə biz bu qabları bir neçə gün müşahidə etdikdən sonra o qablarda olan cücərtilərin rəngini və ümumi vəziyyətini deməli müşahidə etmiş oluruq və nəticədə nəm müşahidə olunur. Birinci qab hansı ki ona, bax bu birinci qabdır, hansı ki ona su və günəş işığı verilmişdir və kifayət qədər su və günəş işığı almışdır. Bu bitki normal böyüyəcək. İkinci qabda isə yalnız işıq verildiyinə görə bitki quruyacaq, su verilmədiyinə bitki quruyacaq. Bu oldu ikinci qab. Üçüncü qabda isə yalnız su verilir, işıq verilmədiyinə görə, bitkidə xlorofil pigmenti yaranmadığına görə burada fotosintez getməyəcək. Deməli, normal fotosintez prosesinin getməsi yalnız birinci qabda müşahidə olunmuş olacaqdır. Görünən fərqlər bitkinin fotosintez etmək üçün suya və işığa ehtiyacı haqqında sizə nə deyir? Demək ki, fotosintezin getməsi üçün mütləq su da lazımdır. Bax, gördünüz, burada su yox idi deyə işıq olmasına baxmayaraq fotosintez getmədi. Eyni zamanda su verilsə də işıq olmadığına görə yenə fotosintez getməlidir. Deməli, hər iki amil mütləq olmalıdır. Fotosintezə müxtəlif amillər təsir göstərir. Bir ona xarici amillər təsir göstərir, bir də ona daxili amillər təsir göstərir. Və bu amillər həm də bitki orqanizmi üçün təbii ki, məhdudlaşdırıcı rol oynayır. Yəni, bu amillərdən biri çatışmayanda bitki orqanizmi fotosintezi həyata keçirə bilmir. Daxili amillərə nəyi aid edirik? Daxili amillərə aiddir. Yarpaqda, bitkidə, yəni yarpaqda olan xloroplastın miqdarı, orqanel olaraq xloroplastın miqdarı, onun içində olan xlorofilin tərkibi, miqdarı təbii ki, sitoplazmanın tərkibi və yarpağın anatomik quruluşu, yəni enli yarpaqdırmı, yoxsa xırdadırmı, kiçikdirmi, və yaxud da ki, deməli üstü daha belə deyək ki, yarpağın sahəsi böyükdürmü və eyni zamanda təbii ki, yarpağın yaşı da mühüm rol oynayır. Cavan bitkidə daha intensiv gedər, yaşlı bitkilərdə isə zəif gedər təbii ki. Və digər amillər, deməli, daxili amillər təbii ki, fotosintez prosesinin düzgün tənzimi üçün çox əhəmiyyətlidir. Digər amil isə biz dedik ki, xarici amillərdir. Xarici amillərə nə aiddir? İşıq, karbon qazı, su və temperatur. Və işığın intensivliyi, baxın, burada biz qrafikə diqqətlə baxsaq, görərik ki, işığın intensivliyi artdıqca təbii ki, fotosintezdə arta gedir. Amma fotosintez aşağı təbii ki, işıq intensivliyi ilə başlayaraq parlaq gün işığında yüksək intensivliyə çatana qədər sürət artır, amma sonra nə baş verir? Nə qədər biz işığın şiddətini artırsaq belə fotosintez sabit qalır və dəyişmir. Demək ki, bir yerə qədərdir. Yəni biz bunu artıra getməklə deyil. Bu oldu birinci, deməli, işığın intensivliyi. Digər amilimiz bizim
Fotosintezə təsir amillərdən biri də karbon qazının miqdarıdır. Biz bilirik ki, atmosferdə karbon qazının miqdarı cəmi 0,3 %3%dir və təbii ki, təcribələr də göstərir ki, işıq, temperatur kifayət qədər olanda və həmin yerdə karbon qazının miqdarı da çox olarsa, fotosintezin sürəti artmasına səbəb olur. Baxın, biz əgər tutaq ki, süni şəkildə bitkini yetişdirirsə, elə deyək ki, istixana şəraitində yetişdiririksə, ora karbon qazının miqdarını artırsaq, karbon qazı miqdarı artdıqca görəcək ki, fotosintez də arta-arta gedir. Amma yenə də müəyyən bir nöqtəyə qədər. Ondan sonra karbon qazının nə qədər artıra gediriksə gedək, fotosintez dəyişməyəcək, sabit qalacaq sürəti. Və fotosintezin təsir göstərən digər amillərdən biri də təbii ki, suyun miqdarıdır. Biz bilirik ki, su təbiətdə, yəni bərabər şəkildə paylanmayıbdır və ətraf mühitdə suyun miqdarı çox olduqda, təbii ki, görürük ki, fotosintezdə, yəni suyun miqdarını artırdıqca faiz olaraq fotosintez də arta-arta gedir. Amma yenə də müəyyən bir nöqtədən sonra yenə də biz suyun miqdarını tutaq ki, gəlirik bura deyək ki, 100, 200, 300-ə qədər hətta artırsaq belə deyək, fotosintezin intensivliyi, sürəti sabitləşir və artmır, dəyişmir. Həmçinin suyun miqdarı fotosintezin sürətinə dolayı yolla da təsir göstərir. Bu nə deməkdir? Suyun udulması aşağı olduqda, yəni torpaq tərəfindən suyun udulması aşağı olduqda, torpaqda su çatışmayanda, yarpaqlarda və yaxud da cavan zollarda su itkisinin qarşısını almaq üçün bilirik ki, yarpaqlarda ağızcıqlar var. Ağızcıqların qapayıcı hüceyrələri bağlanır. Baxın, bu ağızcıqlardır. Deyək ki, əvvəlcə açıq vəziyyətdədir. Torpaqdan bol-bol su gəlir və buradan da transpirasiya gedir, buxarlanma gedir. Amma torpaqdan su az gəldikdə, yəni kəsildikdə, nəticədə ağızcıqlar bax bu şəkildə qapayıcı hüceyrələrə qapanır və fotosintez nəticədə qapandığına görə, ağızcıqlar bağlandığına görə ətrafdan da təbii ki, nə olur? Karbon qazının yəni qəbul olunması dayanır. Karbon qazı dayandığına görə, baxın, suyun təsiri dolayı yolla, yəni karbon qazı dayandığına görə təbii ki, fotosintez də zəifləməyə başlayacaq. Su birbaşa olaraq fotosintezə yox, dolayı yolla təsir göstərdi. Dolayı yolla da nə vasitəsilə? Karbon qazı vasitəsilə təsir göstərmiş oldu. Burada biz nəyə baxacağıq? Burada biz temperaturun, deməli, bitkiyə, fotosintezin intensivliyinə təsirini müşahidə edə bilərik. Baxın, burada deyir ki, işığın intensivliyi və karbon qazının birgə təsir şəraitində həmin amillərin fotosintezin sürətinə necə təsir etdiyini öyrənmək üçün aparılmış təcrübənin nəticələri qrafikdə verilmişdir. Baxın, biz nə görürük? Həm burada işığın intensivliyindən danışılır, həm də deməli temperaturun yüksəlməsi var. Həm də karbon qazının miqdarını görürük. Birinci və ikinci təcrübələri gəlin müqayisə edək. Əvvəlcə biz qrafiki tamamlayaq ki, onu müqayisə eləyə bilək. Nə görürük? Görürük ki, baxın, karbon qazının miqdarı dəyişməyib. 0-dan %4%-dir. Amma temperaturu artırıblar. Görürsünüz, 25%-ə qaldırıblar. Burada 15% idi. Və işığın intensivliyini də artıra gedirlər. İntensivlik də artır. Deməli, işığın intensivliyi artır, temperaturu da artırıb, amma karbon qazının miqdarı sabit qalarsa, biz nə görəcəyik? Birinci təcrübədə temperatur artdığına görə fotosintez daha sürətli gedəcək. İndi 1 ilə ikinci qrafikin təcrübəsini üçüncü qrafik ilə müqayisə etsək, nə görürük? 25 dərəcədə temperaturu sabit saxlayıblar, yenə də intensivliyi artırıblar, amma bu dəfə karbon qazının miqdarı artmışdı. 0-dan %4-dən 4-ə qalxıb və nəticədə nə görürük? Fotosintezin intensivliyi, sürəti daha da artıb və daha sürətli getmiş oldu. Demək, fotosintezin sürəti, işığın intensivliyi, karbon qazının birgə təsiri şəraitində necə dəyişir dedikdə, deməli, fotosintezin sürəti təbii ki, işığın intensivliyi artdıqca fotosintezin sürəti artır, temperatur da artdıqca fotosintezin sürətinin artdığını görəcəyik və karbon qazının da deməli, miqdarı artanda fotosintezin sürəti artır. Deməli, işığın intensivliyi ilə karbon qazının təsiri şəraitində biz fotosintezin miqdarının artdığını görürük. Təbii ki, bir müddətdən sonra gördüyümüz kimi bax belə sabit qalmağa başlayacaqdır. Digər suallara da baxaq. Fotosintezin baş verməsi üçün hansı şərtlər vacibdir? Təbii ki, nə olmalıdır? Su olmalıdır, işıq olmalıdır, temperatur olmalıdır dedik, karbon qazı olmalıdır ki, bu şərtlər daxilində fotosintez deməli
getməlidir. Təbii ki, bitkinin daxili amilləri də olmalıdır. Bayaq saydığımız daxili amillər dedik. Fotosintez prosesi üçün hansı amillər məhdudlaşdırıcıdır? Təbii ki, temperatur məhdudlaşdırıcıdır. Çünki temperatur azaldıqda fotosintez də zəif gedir. Çünki fermentlərin funksiyası azalır. Və yaxud da ki, suyun miqdarı azaldıqda nəticədə fotosintez intensivliyi zəifləyir və s. Burada da temperaturun fotosintezin sürətinə təsiri araşdırılır və biz burada diqqətlə yetirsək, nəzər yetirsək, bizə deyir ki, şagird öz təcrübəsində şəkildəki hansı təcrübələrdən istifadə etməlidir? Yəni bunlardan hansını seçməlidir? Məsələn, bura nə baxırıq? Baxanda nə görürük? Quru torpaqdır, temperaturda aşağıdır, düzdür, işıq var. Nəmli torpaqdır, əla, su var, 20 dərəcədir, normal temperaturdur və işıq da var. Demək, burada fotosintez normal gedəcək. Sonra nə görürük? Quru torpaqdır, su verilməyib, istidir hava, işıq da verilir. Burada fotosintezin getməsi üçün, yəni bir belə deyək ki, mühit yoxdur. Biz nə görürük? İşığın temperaturun təsirini görürüksə, gərək temperatur fərqi olduqda digər amillər sabit qalsın. Amma həm temperaturu dəyişdirə bilər, həm də nəmli torpaq, yəni digər amilləri dəyişdirə bilər. Ona görə də burada biz temperaturun təsirini müşahidə edə bilməyəcəyik. Burada nə görürük? Nəmli torpaqdır, əla. Burada da nəmli torpaq idi. İşıq veriblər, burada da işıq veriblər. Amma burada nə görürük? Görürük ki, temperaturu dəyişiblər. Əvvəl 20 dərəcədir, həm də sonra da 10 dərəcədir. Və nə görəcəyik təbii ki, 20 dərəcə temperaturda və 10 dərəcə temperaturda fotosintezin necə getdiyini müqayisə edə bilərik. Çünki bütün şərtlər qalıbdır. Nəm var, işıq var, bütün şərtlər var, amma bir dənə dəyişən nədir? Temperaturdur. Ona görə də biz B-ni və D təcrübələrini bir yerdə götürməli, işığın, temperaturun fotosintezə təsirini müşahidə etmiş olarıq. Təbii ki, yüksək temperaturda fotosintez daha intensiv getmiş olacaq. Bu qədər uşaqlar fotosintez haqqında. Təbii ki, növbəti yəni illərdə 9-cu sinif dərsliklərində fotosintez haqqında daha ətraflı məlumatlar verilmişdir. Bu qədər. Ümid edirəm bütün danışdıqlarım sizə aydın oldu. Hər birinizə uğurlar arzu edirəm.